Salyan şəhərində yaşayan 73 yaşlı Əfrail Sadıqov ömrünün 40 ilini zərgərlik sənətinə həsr etsə də, bugün vaxtını tamam başqa bir yaradıcılığa sərf edir. O, yaşadığı evin həyətini öz zəhməti və fantaziyası ilə sözün əsl mənasında kiçik bir cənnət güşəsinə çevirib. Vaxtilə Bakıda zərgər kimi çalışan, bu sənətin sirlərini onlarla gəncə öyrədən Əfrail kişi deyir ki, gənclik illərində rəssamlığa böyük marağı olub. Elə həmin maraq da təqaüdə çıxdıqdan sonra onu həyətində müxtəlif dekorativ kompozisiyalar yaratmağa həvəsləndirib. İlk olaraq kiçik bir süni şəlalə inşa edən sənətkar zaman keçdikcə həyətini bir-birindən fərqli fiqurlar, dekorativ elementlər və əl işləri ilə zənginləşdirib. Onun ən çox sevdiyi əsərlərdən biri isə əzəməti və incəliyi ilə seçilən qartal figurudur. Əfrail Sadıqov deyir ki, gördüyü hər işi sevgi ilə ərsəyə gətirir və ən böyük mükafatı həyətinə gələn insanların heyranlığını görməkdir. Bu yaradıcılıq yolunda ona ailəsi də yaxından dəstək olur. Qızı Günay Sadıqovanın sözlərinə görə atasını uşaqlıqdan daima sənətlə məşğul olan biri kimi tanıyıb. Gözlərinin zəifləməsinə baxmayaraq, o sevdiyi işdən əl çəkmir. Ailə üzvləri də lazım olan materialları təmin etməklə ona kömək göstərir. Əfrail Sadıqovun yaratdığı bu sənət nümunələri göstərir ki, yaradıcılığın yaşı olmur. Əgər insan gördüyü işi ürəklə sevirsə, illər keçsə də, həmin sevgi onu yeni gözəlliklər yaratmağa, ruhlandırmağa davam edir.